Salam əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər, əziz abituriyentlər. Bildiyiniz kimi qəbul imtahanına artıq sayılı günlər qalıb. İnşallah ki, uğurlu nəticələrlə həm valideynlərinizi, həm də müəllimlərinizi sevindirərsiniz. Bu günləri mən sizə 20 sınaq test toplusundan 3-cü qruplar üzrə 20 sınaq test toplusundan 10-cu sınağı İzah edəcəm. İzah keçməmişdən öncə qeyd edeyim ki, bu təzə videoların, dərslərin davamını istəyirsinizsə kanalıma abunə olmağı və videoları bəyənməyi, paylaşmağı unutmayın. Başlayaq sualların izahına. Demək, birinci sual. Biraz kompüterdə qurutma oldu, amma həll edəcəyik inşallah. Sual 1. Birinci sual rahat sualdır. Göstərilənlər aiddir. İngiltərə, Fransa və İtaliyanın iştirakı ilə keçirilmişdir. Avstriyanın ərazi bütövlüyü təminat altına alınmışdır. Heç şübhəsiz burada cavab Streza konfransıdır. Streza konfransı 1935-ci ildə keçirilib. İngiltərə, Fransa, İtaliya iştirak edib. Avstriyanın ərazi bütövlüyü təminat altına alıb. Cavab B variantı. İkinci sual. Hadisə nəticə əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən eləyək. Millətlər Cəmiyyətinin yaradılması, ABŞ-ın yeni müstəmləkələrə ələ keçirilməsi bu səhvdir. ABŞ Millətlər Cəmiyyətinə daxil deyildi, çünki bitərəfli siyasəti aparırdı. 2. Genel konferansın çağırılması Sovet Rusiyası və Almaniya iqtisadi blokadan çıxmaq yolunda ilk addım atdılar. Bəli, bu düzdür. Genel konferansı 1922-ci ildə keçirilib. 1922-ci ildə keçirilən Genel konferansında Rapolda sülhü imzalanıb. Bu sülhlə Sovet Rusiyası və Almaniya arasında. Bu sülhün imzalanmasına hər iki dövlət iqtisadi blokadan çıxmaq yolunda ilk addım atıblar. Üçüncü sual. Ney müqaviləsi imzalanması Bolqarıstan bir sıra ərazilərini qonşu dövlətlərə güzəştə getdi. Ney müqaviləsi 1919-un noyabrında imzalanmışdı. Bolqarıstan Egey dənizə çıxışdan məhrum edilmişdi və ərazilərini itirmişdi. Briand-Kellogg paktı 1928-ci ildə, amma Almaniyanın Millətlər Cəmiyyətindən çıxması 1933-cü ildə əlaqəsi yoxdur. Cavab oldu 2-3, yəni E variantı. Bir ikinci sualların izahını verdik. Keçək indi növbəti sualların izahına. Sual 3. ABŞ prezidentləri Calvin Coolidge və Franklin Roosevelt. İstehsal üzərində dövlət nəzarətinin ləğv edilməsi Coolidge-ə aiddir. Nəzarətin gücləndirilməsi desəydi Franklin Roosevelti götürərdik. Bu Respublikaçılar Partiyasındandır, bu Demokratlar Partiyasındandır. Bu 1922-də əvəzedici kimi prezident vəzifəsinə gəlib 29-a kimi ölkəni idarə edib. Bu isə hakimiyyətdə olub 1933-dən 1945-ci ilə kimi. İqtisadi inkişaf elətdirilməsi ikisinə də aiddir. Bitəvki haqqında qanun 1935-ci il Franklin Rooseveltə aiddir. Böyük dəyənək siyasəti aiddir Theodore Rooseveltə, Franklin yox, Theodore Rooseveltə. Sosial təminat haqqında qanun verilməsi bu da Franklin Rooseveltə aiddir. 1A, 2C, 1A, 2C'ye 3B. Cavab oldu B variantı. Keçək növbəti suallara. Dördüncü sual maraqlı sualdır. Xəritədə göstərilmiş, qeyd olunmuş dövlətlərin ümumi cəhətlərini müəyyən edən bəndi tapmalıyıq biz burada. 1. İngiltərə, 3. Fransa, 4. Almaniya, 2. İtaliya, 5. Rusiya. 2-4. Yəni, demək, İtaliya ilə Almaniya faşistlərə yardım etmək üçün İspaniya müdaxilə. Bəli, düzdür. 1936-39-cu illərdə İspaniyada vətəndaş müharibəsi oldu. Almaniya ilə İtaliya həmin müharibədə General Frankonu faşistləri dəstəklədilər. Bu düz cavabdır. 1-4-5. Yəni, İngiltərə, Almaniya və Rusiya. Yazır ki, dünyanın bölüşdürmə 3 tərəf. İngiltərənin 3 tərəf paktı imzalanması düz deyil. 3 paktı 1940-cı ildə Almaniya, İtaliya, Yaponiya arasında imzalanıb. 2 səhvdir. 1-3. Yəni İngiltərə ilə Fransa. 20-ci əsrin 20-ci illərində Sakit Okean bölüşlərinin bircə qorunması haqqında müqavilə imzalanması. Bəli, düzdür. 1921-ci ildə imzalanmış 4 dövlət müqaviləsi ilə o müqavilələrin imzalayan tərəflər kimlərdir? İngiltərə, Fransa, Yaponiya, ABŞ.
Bu 4 dənə dövlət Sakit Okean mülklərinin bircə qorunması haqqında müqavilə imzaladılar. 3 də doğrudur. Cavab oldu burada 1-3, yəni C variantı. 2-5. 2-5 hansıdır? 2 İtaliya, 5 Rusiya. Yazır ki, sakitləşdirmə siyasəti İngiltərə ilə Fransa yeridir Almaniyaya qarşı. Rusiya ilə İtaliya yeritmir. Ona görə 4 də səhvdir burada. Cavab oldu 1-3, yəni C variantı. Keçək növbəti sualın izahına. Deməli 5-ci sual. Üzrlə hesab edin, biraz burada kompüterdə donma falan olur. Onun üçün üzrlə hesab edin. Keçək 5-ci, 6-cı sualın izahına. Fransada 5-ci Respublika. Neçənci illərdə olub 5-ci Respublika? 1958-dən demək, indiyə kimi 5-ci Respublika dövrüdür. Həmin dövrə aiddir. Cavab elə rahat cavabdır. Ruandada qətliam 1994-cü ildə François Mitterrand dövründə Ruanda qətliamı törədildi. O 5-ci Respublikaya aiddir. 6-cı sual. Almaniya Federativ Respublikasının və Yaponiyanın 20-ci əsrin 50-ci illər tarixinə aiddir. Hər iki dövlətdə 20-ci əsrin 50-ci illərində iqtisadi möcüzə baş verib. Onu qeyd edelim ki, Almaniya Federativ Respublikasında iqtisadi möcüzə 50-ci illər AFR-in ilk kansleri Konrad Adenauer'in dövrünə düşür. 6-cı suala cavab oldu C variantı. Keçək növbəti suallara. 7 və 8-ci sual. SSR-nin soyuq müharibə dövrü üçün səciyyəvi cəhətlər. Soyuq müharibə neçənci ilə kimi davam etmiş? İnşallah. Təbii ki, bilirsiniz bunu 1991-ə kimi, SSR-in dağılmasına kimi. Soyuq müharibə dövrü üçün səciyyəvi cəhətlərdən biri budur ki, SSR öz nüvə raketlərini 1962-ci ildə Kubada yerləşdirdi. Bu da Karib böhranına səbəb oldu. Karib böhranı ABŞ-ın prezidenti John Kennedy ilə SSR-nin rəhbəri Xruşov arasında danışıqlar nəticəsində dinc yolla həll edildi. Nüvə təhlükəsi yaranmışdı həmin dövrdə dünyada. 8-ci sual. Taft-Hartley qanunu ABŞ-a aiddir. Harry Truman bu qanunu qəbul edib. Falkland böhranı İngiltərəyə aiddir. Fransa ilə ABŞ-a verib. Bunlar səhvdir. 2 ilə 4 səhvdir. Brexit isə 2020-ci il Böyük Britaniyaya aiddir. Cavab 1-3, yəni oldu B variantı. Növbəti sual 9-cu sual. 20-ci əsrin 80-ci illərinə aiddir. 20-ci əsrin 80-ci illər deyən kimi cavab C variantı gözümə görsəndi burada. Demək, SSR-nin Əfqanistana qoşun yeritməsi 1979-dur. Amma qoşunlarını Əfqanistandan çıxartması 1989-dur. Demək, 20-ci əsrin 80-ci illərinə aiddir. Sovet qoşunlarının Əfqanistandan çıxarılması. Yəni C variantı. 9-cu sualın izahı bu qədər. Keçək növbəti sualın izahına, yəni 10-cu sualın izahına. Sual 10 maraqlı sualdır. Paris Sülh Konfransında 1919-cu ildə təmsil edilən Avropa ölkələrinin müasir xəritədə demək, yerini müəyyənləşdirməyə bizdən istəyir. Proqramlar bizdən nə istəyir? Bunları buradan yığışdıraq. Getmək istəmirlər. Üzrlə hesab edin. Bir dənə videonu zəhmət olmasa dayandırın. Davam edərik. Üzrlə hesab edin. Biraz problem oldu deyə dayandırmaq məcburiyyətinə qaldıq videonu. 10-cu sual. Paris Sülh Konfransında iştirak edən dövlətlərin Avropada xəritəsini müəyyənləşdirək. Paris Sülh Konfransında 2 Rusiyadır. Rusiya iştirak edən, Rusiya dəvət olunmamışdı Paris Konfransı. 2-lər getdi. 3 Türkiyədir. Türkiyə də Paris Konfransında yox idi, getdi. 4 Almaniyadır. Almaniya, məğlub ölkələr, yəni Almaniyada 1-ci Dünya müharibəsindən sonra Paris Konfransına çağırılmamış. 4 də getdi burada, cavab qaldı 1-5, yəni A variantı. 1 İngiltərədir, 5 də ki, təbii ki, bilirsiniz, Fransa dövlətidir. Növbəti sual. 11-ci sual. Türkiyə Respublikasına aiddir. Əziz və dəyərli izləyicilər, biz bir Türkiyə Respublikasına vaxt yaranıb 1923-cü ildə. Elə bir dənə hadisə tapmalıyıq ki, o Türkiyə Respublikasının tarixinə aid olsun. Məsələn, Antanta dövlətləri ilə sülh müqaviləsi imzalanması. Antanta ilə Sevr müqaviləsi imzalanıb 1920-ci ildə. 1920-ci il axı Türkiyə Respublikasına aid deyil. Təbii ki, biz götürə bilmərik bunu. Demək, 1
getdi. Yunan ordusunun məğlub edilməsi. Yunan ordusu 1921-ci Sakarya döyüşündə məğlub edilib. Sakarya döyüşü də ki, biz bilirik ki, həmin vaxt Türkiyə Respublikası yox idi və Türkiyə Respublikasına aid deyil. Demək, 1 ilə 2-ni biz burada cavablardan çıxardırıq. Sever müqaviləsi 1920-dir, Sakarya döyüşünün baş verməsi 1921-dir. Həmin vaxt Türkiyə Respublikası yox idi. Millətlər Cəmiyyətinə üzv qəbul olunması 1932-ci il aiddir Türkiyə Respublikasına. İqtisadi sahədə etatizm siyasəti və Atatürk etatizm siyasəti edib. Bir də Şəriət və Vəqf nazirlərinin ləğv edilməsi Atatürkə aiddir. Cavab 3, 4, 5, yəni A variantı olacaq. 11-ci sualın cavabı A variantı müəyyənləşdirdik. Növbəti sualın cavabına baxaq. Maraqlı sualda Çin Xalq Respublikasının tarixində mədəni inqilab dövrünə aiddir. Mədəni inqilab dövrü Mao Tse-tung tətbiq etdiyi dövrdür. 1966-76-cı illərə əhatə edir. Vətəndaş, demək, bu dövrdə vətəndaş müharibəsi baş verməyib. Qırmızı keşişçi adlı dəstə yaradılıb, 2 düzdür. 4 modernləşdirmə siyasəti Deng Xiaopingə aiddir. 3 getdi. Kütləvi repressiyalar, bəli, zaten bu mədəni inqilab hadisəsi repressiya hadisəsi 4 aiddir. SSR ilə dostluq müqaviləsi imzalanması 1950-ci ildir. Bu aid deyil mədəni inqilab illərə. Cavab oldu 2, 4, yəni B variantı. Növbəti sual. 13 və 14-cü suallara baxarıq. ABŞ prezidentləri Nixonun daxili siyasəti, Reaganın xarici siyasəti. Nixonun da Vyetnamı tərk etməsi ABŞ prezidenti Nixona aiddir, amma daxili siyasət deyil. Bunu buradan vururuq. Yeni iqtisadi siyasət keçirdib, daxili siyasəti. Ədalətli xətt proqramı Truman'a aiddir. C-ni də buradan vururuq. Bir də cavab B variantı. Reaganın xarici siyasəti. Ulduzlar müharibəsi proqramının qəbul edilməsi, bəli, SSR-yə qarşı onun xarici siyasətinə aiddir. Özəl sektor dövlət nəzarətinin zəif edilməsi daxili siyasət, İraqda hərbi müdaxilənin baş verilməsi də buna aiddir. Bir cavab oldu B, 2də cavab oldu A. Yəni oldu D variantı. 14-cü sual. Daha əvvəl baş vermişdir. Ceneva konfransı keçirilməsi 1922, Sever müqaviləsi 1920, Pivəxana qiyamı 1923, nasistlərin Almaniyada qiyamı idi. Washington konfransına çağırılması 1921, Weimar konstitusiyasının qəbul edilməsi 1919. Daha əvvəl olan hansıdır? Burada təbii ki, Weimar Respublikasının qəbul edilməsi, yəni Y variantı. Keçirik növbəti sualın izahına. 15 sual baxaq görək nədir? Məntiqi rahat sualdır. Sovet-Alman cəbhəsi əsas döyüş başı çatdı Kurs döyüşü ilə. Ondan sonra 43-cü il sonradan Tehran konfransı çağırıldı. Tehran konfransının da əziz və dəyərli izləyicilər, biz bilirik Tehran konfransında qərar nə idi? İkinci cəbhənin açılması haqqında. Bu qərar nəticəsində 1949-cu ilin demək iyun ayında əslində konfransda qərar verilmişdi ki, 49-cu ildə may ayında ikinci cəbhə açılsın Fransada, amma 44-cü ilin may ayında qərar verilmişdi ki, ikinci cəbhə açılsın Şimali Fransa Normandiya vilayətində, amma ikinci cəbhə 44-cü ilin iyununda açıldı. Yəni əsas məsələ burada məntiqi ardıcılıq nədir? Demək ki, müttəfiqlər Normandiya sahillərinə çıxdılar 44-cü ilin iyun ayında və ikinci cəbhəni açdılar. Bunun nəticəsində həm də Fransa düşməndən, faşistlərdən təmizləndi. Cavab olacaq burada B variantı. Növbəti sual, yəni 16-cı sual. İkinci Dünya müharibəsi, Krım konfransı, Potsdam konfransı. Krım konfransı 45 fevral ayı, Potsdam konfransı 45 iyul-avqust ayları. Demək, ikinci cəbhənin açılması haqqında qərar Tehran konfransına aid. A getdi. Alın cavabları buradan çıxardacağıq. BMT-nin iş qaydaları müəyyənləşdirir. B düzdür. Almaniyadan alınacaq təzminatın həcmi Potsdam konfransında müəyyənləşir. C də səhvdir. Bir də olacaq cavab B. Potsdam konfransı dünyanın müharibədən sonraki taleyinə həsr edilmişdir. A düzdür. Azad edilmiş Avropa haqqında bəyannamə bu aiddir Krım konfransına. B getdi. Almaniyanın dövlət sərhədlərinin müəyyən edilməsi Potsdama aiddir. 1B, 2AC. Cavab oldu Y variantı. Növbəti suala baxırıq indi. Yəni 17-ci suala baxırıq. Xəritədə rəqəmlər göstərən ölkələrin heç birinə aid olmayan məlumat. 4 İspaniya, 3 Fransa, 1 İngiltərə, 2 Almaniya,
bu dövlətləri verib. Heç birinin aid olmayan cavab burada Y variantıdır. Montre konfransı 1936-cı keçirilib və həmin konfransda boğazlarda üstünlük verib Türkiyə. Türkiyə ərazisi burada olmalıydı, amma rəqəmlə verilməyib. Ona görə bu xəritədə verilən rəqəmlərin heç birinin aid olmayan cavab olacaq Y variantı. 15-ci, daha doğrusu 17-ci sualda bu qədər. Keçək 18-ci suala. 20-ci əsrin 40-cı illərində Türkiyə və 20-ci əsrin 50-ci illərində Çin Xalq Respublikasına aid oxşar cəhət nədir burada? Aqrar islahatın keçirilməsi. 1945-də Türkiyədə aqrar qanun var. 20-ci əsrin 50-ci illərdə Mao Tse-tung aqrar islahat keçirdib Çində. Demək, aqrar islahat oxşar cəhətdir. 19-cu suala baxaq indi burada. Əziz və dəyərli izləyicilər, 19-cu sualda demək danışılır Çinin, Yaponiyanın Manzuriyanı işğal etməsindən 1930-cu illərin əvvəllərində. Yaponiyanın da Manzuriyanı işğal etməsinin nəticəsi nə oldu? Yaponiya 1933-cü ildə Millətlər Cəmiyyətindən uzaqlaşdırıldı və Millətlər Cəmiyyətini tərk elədi. Cavab oldu burada C variantı. Növbəti sual nizamına baxaq. 20-ci sual və 21-ci suallar. Münhen sövdələşməsi. Münhen sövdələşməsi neçənci ildə idi? 1938-ci ildə 4 dənə dövlət iştirak edirdi. Almaniya, İtaliya, İngiltərə, Fransa. A variantı olacaq cavab. 21-ci sual. Willy Brandt hökumətinin şərq siyasəti. Willy Brandt 1969-da Almaniyada hakimiyyətə gəlib. Şərq siyasətinə aiddir. Qərbi Berlinin statusu haqqında razılıq əldə edilməsi, ADR ilə dövlətlər arası münasibətlərin yaradılması. 2-3 D variantı. Uşaqlar nəyə çaşırdılar burada? Bir şagirdin mənə deyir ki, müəllim burada yazıb bax, axı həqiqətən də Avropa dövlətlərinin sərhədləri tanınır, amma Qərbi Avropa dövlətlərinin yox. Əgər yazsaydı burada Şərqi Avropa dövlətlərinin yeni sərhədlərinin tanınması düz olardı. Amma Qərbi yazdığı üçün bir səhvdir. Cavab oldu 2-3 D variantı. 21-ci sualında izahı bu qədər. Keçək növbəti suala, 22-ci və 23-cü suallar. 20-ci əsr, demək, 23-cü sualda nə deyir bizə? 20-ci əsrin 40-cı illərində müstəqil oldu. ABŞ-ın NATO-ya daxil olmayan müttəfiqi idi. Yeganə müsəlman dövlətidir ki, nüvə silahına malikdir. Heç şübhəsiz burada cavab olacaq Pakistan. 23-cü sual. Nikita Xruşovun SSR-ə fəaliyyət dövrünə aiddir. Xruşov neçənci illərdə hakimiyyətdə olub? 1954-dən 64-ə kimi. Demək, həmin dövrdə nə olub? Kapitalist dövlətlərlə sülh şəraitində yaşamaq prinsipi irəli sürüb. Pasportlaşma sisteminin, bunu mən yazmayayım. Niyə yazmayayım? Çünki deyir ki, burada pasportlaşma sistemi başlanması. Başlanma 1932-ci Stalinə aiddir. Bu da pasportlaşma sistemi tətbiq edilib 50-ci illərin sonlarında 1959-da. Amma başlanma dedikçe bu səhvdir. Xam torpaqların sahəsi düzdür. Aşkarlıq sürətləndirmə isə Qarbaçova aiddir. Cavab oldu burada 1 və 3. Doğru cavab oldu 1, 3. 24-cü sual və 25-ci sual, hətta 26-da görsənir. Weimar Respublikası dövrünə aiddir. Weimar Respublikası 1919-33-cü illərdə olub. Bu dövrə aiddir. Almaniyanın Çexoslovakiyanı işğal etməsi yox, Dünya müharibəsidir. Hətta Dünya müharibəsinin əvvəl 1939-dur. Bu Hitlerə aiddir, faşistlərə aiddir. Fransa və Belçikanın Rura qoşun yeritməsi 1923-dür, Weimara aiddir. Antikomiterin paktı 1936-cı ildə Yaponiyaya imzalanıb, bu faşistlərə aiddir. Almaniya və Sovet Rusiyası arasında Apollo müqaviləsi iqtisadi sazişdəki Weimar Respublikasına aiddir. Cavab oldu burada 2 ilə 4. 2-4. Yaponiyanın 1947-ci ildə qəbul edilmiş konstitusiyasına görə imperatorun hakimiyyəti möhkəmlənmədi, azaldıldı. 2. Qadınlara həqiqətən seçki hüququ verilir. Hakimiyyət bölgüsü tətbiq edilir. Bu da düzdür. Mütləq monarxiya bərqərar edildi. Bu səhvdir. Əslində məhdud konstitusiyalı monarxiya yaradılırdı. Cavab oldu burada 2 ilə 3. 26-cı sual. Xronoloji ardıcıllığı müəyyən eləyək. Fələstin Azadlıq Təşkilatı 1964, Yasir Ərəfat. Hindistan Respublikası yaranması 1950. Şərqi Pakistanda Banqladeş dövlətinin yaradılması 1971. Almaniya arasında iki müstəqil dövlət ADR ilə AFR 1949-da yaranıb. İndi ardıcıllıq necə olacaq burada? 4 birinci olacaq, sonra olacaq 2 1950, sonra 1, sonra da 3. 4 2 1 3 kimi cavabı müəyyənləşdirdik. Və nəhayət situasiya sualından öncəki son suala baxırıq. Sonra da situasiya sualları haqqında sizə məlumat verəcəyəm. 27-ci sual. Rahat sualdır. Bloklara qoşulmayanlar hərəkatı 1961-də yaranıb. Hindistanda İncil sağlığına son qoyulması 1948.
Daha doğrusu 47 müstəqillik verilir. İsrail dövlətinin yaranması 1948, Camp David sazişi 1978, SSR ilə Çin arasında dostluq müqaviləsi 1950. İndi 47-ci ilə aiddir B, 48-ə aiddir C, 50-ci ilə də aiddir Y. Cavab oldu B, C, Y. Aydındırmı? Bunu da müəyyənləşdirdik. Əziz və dəyərli izləyicilərim, burada situasiya sualında Locarno konferansından və Paris sülhündən danışılır, Versal sülhündən. Birinci sualda deyir ki, Versal sülhünün tarixi 1919-un iyun ayı. Bu rahat bir şeydir. İkinci situasiya sualında deyilir ki, mənbədə bəhs edilən konferans, yəni Locarno konferansının Almaniya üçün mənbədə verilməyən nəticəsi. Locarno konferansına əsasən Almaniya bərabər hüquqlu tərəfdaş kimi tanındı və millətlər cəmiyyətinə daxil oldu. Buna icazə verildi və millətlər cəmiyyətinə daxil oldu. Bunu qeyd edirik. 30-cu sualda Versal sülhünün ləğvini Almaniyada sürətləndirən hadisələr hansı hadisələrdir? Birinci hadisə budur ki, Saar vilayətinə Hitler 35-ci ildə qoşun yeridir, 36-cı ildə Reyn bölgəsinə qoşun yeridir. Bunlar aiddir. Baş qərargah bərpa edilir, bu aiddir. Və bir sıra ordu və donanmanın sayını çoxaldır, yeni silahlar istehsal edilir. Bunlar hamısı Versal müqaviləsinin ləğvini sürətləndirən hadisələrdir. Və sonda 36-cı ildə Reyn bölgəsinə qoşun yeritməklə, silahsızlaşdırılmış Reyn bölgəsinə qoşun yeritməklə Versal sistemi iflasa uğrayır 1936-cı ildə. Diqqətiniz üçün minnətdaram. İnşallah ki, bu testlərin izahı sizə faydalı olacaq. Çox sağ olun, təşəkkürlər.